Rusiyanın paytaxtı Moskvada təşkil olunan qar üzərində rəsm müsabiqəsi rəngli görüntülərə səhnə olub. Qar rəssamlığı adlı rəsm yarışması bu il 11-ci dəfədir ki, keçirilir. Müsabiqədə iştirak edən yüzlərlə uşaq qar üzərində rəngli boyalarla yeni illə bağlı rəsmlər çəkib. Azyaşlılar bir tərəfdən birincilik uğrunda mübarizə aparıb, digər tərəfdən doyunca əylənib. Kiçik rəssamlara valideynləri də kömək edib. Yeni ilin ilan olması səbəbindən mən də böyük bir ilan rəsmi çəkməyə qərar verdim. Anam da mənə kömək etdi. Qalib gəldiyim üçün çox xoşbəxtəm. Daha sonra yağlı boyalarla qar üstündə qabiliyyətlərini sərgiləyən, bir-birindən maraqlı və rəngli ilan şəkilləri çəkən uşaqlara Şaxta Baba və Qar qız da dəstək verib. Moskvanın bu dondurucu havasının ötən il qarşılaşdığımız bütün problemləri dondurub, elə keçən ildə də saxlamasını diləyirəm. Hər kəsə uğurlu və xoşbəxt bir yeni il arzulayıram. Bugünkü yarışmada da uşaqların çəkdiyi şəkillər, ortaya qoyduqları yeni il arzuları məni çox sevindirdi. Müsabiqə təşkilatçılarının sözlərinə görə uşaqlardan ilan rəsmi çəkmələri tələb olunub. Məqsəd onların qarşıdan gələn ilan ilə haqqında düşündüklərini sərbəst ifadə etmələrinə şərait yaratmaqdır. Əlbəttə ki, biz uşaqlardan mütləq ilan rəsmi çəkmələrini tələb etmədik. Onların yalnız yeni illə bağlı düşüncələrini sərbəst bir şəkildə ifadə etmələrini istədik və yarışma çox gözəl keçdi. Uşaqlar ilanları yolka ağaclarla birlikdə çəkərək maraqlı rəsm əsərləri yaradıb. Nurlanyanur Akşin Kişiyev, RTV, Moskva.